Şəfalı bitkilər dedikdə ilk ağla gələn bitkilərdən olan keklikotudan hələ qədim zamanlardan sağlamlıq üçün istifadə edildiyi məlumdur. Bu bitkinin əhəmiyyəti haqqında İbn Sina, Dioskorid və Böyük Plini əsərlərində yazıblar. Yeməklərə, çaya ətir və ləzzət vermək məqsədi ilə geniş istifadə olunan bu faydalı bitkinin tərkibində efir yağı ilə bərabər kamedlər, flavonoidlər, ursol və olenol turşuları var. Təbabətdə geniş tətbiq olunan keklikotudan bir çox xəstəlikdən qurtulmaq üçün istifadə olunur. Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bəlğəm gətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göğüs kürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, kök, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində qəbul edilir. Keklikotu çiçəyinin 9 qramının sirkə və duzla qarışığını ödqovucu vasitə kimi də qəbul edirlər. Keklikotu həlimi qarında yaranan spazmanı götürür, həzmə kömək edir. Qusma və kolitə qarşı da xeyirlidir. Bu bitki və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yerin üzərinə qoyulduqda faydasını görmək olur. Keklikotunun əncirlə həlimindən astma və öskürək zamanı da istifadə edirlər. Sakitləşdirici təsirə malik olan keklikotu immuniteti artırır, soyuq dəyməyə və ağciyər xəstəliklərinə qarşı, revmatizm, spazma, sökəm və qrip xəstəliklərinin müalicəsinə kömək edir. Ətirli bitki diş ağrısını və öskürəyi kəsir. Damaqları möhkəmləndirir. Xolesterolun miqdarını nizamlayır. Aritmiya ehtimalını azaldır, qan dövranını nizamlayır, eyni zamanda qan azlığını aradan qaldırır. Keklikotu həm də yüksək təzyiqin dərmanıdır və şəkər xəstəliyinə qarşı əvəz olunmazdır.